Yerli həkim öz həmkarlarına irad bildirib. İkinci tip diabet heç vaxt birinciyə keçə bilməz deyib. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tip xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Uşaqların sağlam gələcəyi üçün peşəkar cərrahiyyə. Anadan gəlmə inkişaf qüsurlarından tutmuş təcili cərrahi müdaxilə tələb edən hallara qədər uşaqlarda rast gəlinən bir çox xəstəliklərin vaxtında müalicəsi onların gələcək sağlamlığı üçün həll edici rol oynayır. Bu istiqamətdə Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsi şöbəsində həm müasir diaqnostik imkanlar, həm də minimal invaziv cərrahi üsullar tətbiq edilir. Uşaq cərrahı olaraq mən 10 ildir Mərkəzi Gömrük Hospitalında çalışıram və bizim uşaq cərrahisi şöbəmiz formalaşdıqdan sonra şöbəmizə rezident həkimlər qəbul olunublar və bundan sonra şöbəmizə 2 yeni uşaq cərrahı başlayıbdır. Ümumi olaraq şöbəmizdə 3 uşaq cərrahi həkim və 3 həkim rezident fəaliyyət göstərir. Yəni gənc bir qurumuq, amma fəaliyyətimiz, yəni hal-hazırda normal bir uşaq cərrahisi şöbəsi şəklində davam edir. İcra etdiyimiz əməliyyatlara gəldikdə isə uşaq cərrahisi 0-17 yaş arasındakı yaş qrupunun cərrahi patologiyalarına məşğul olur əsasən və bizim əməliyyat sahələrimiz boyun, döş qəfəsi, qarın boşluğu orqanları, xüsusilə uroloji cərrahiyyələr, bundan başqa hipotobillər, yəni mədə-bağırsaq sistemi əməliyyatları və uşaqların anadan gəlmə əsasən inkişaf qüsurları, atreziyalar, sidik axarı, sidik kisəsi, cinsiyyət üzvlərinin anadan gəlmə inkişaf qüsurları, ağciyərin və s. kimi problemləri ilə məşğul oluruq. Eyni zamanda biz uşaqlarda diaqnostik müayinələr, sidik axarlarında aparılan diaqnostik müayinələr, bağırsaqla bağlı bağırsaq problemlərində xroniki qəvizliklər, anal qanamalar, bağırsaq qanamaları, bağırsaq çatları və s. aparılan müayinələr və eyni zamanda bəzi təcili vəziyyətlərdə icra olunan endoskopik müayinələr də şöbəmizdə həyata keçirilməkdədir. Bizim şöbədə əsasən uroloji əməliyyatlar daha çox ağırlıqlı icra olunmaqdadır və bunun da bir səbəbi ümumiyyətlə götürdüyümüz zaman uroloji problemlərin bütün dünyada say olaraq normalda digər problemlərə görə uşaqlarda daha artıq olmasıdır. Bundan başqa dediyim kimi uşaqların həm böyük, iri həcmli, belə deyək, qaraciyər, ağciyər, böyrək əməliyyatlarından ta kiçik bir kistik əməliyyat və ya bir sünnət əməliyyatına qədər şöbəmizdə başarılı şəkildə icra olunmaqdadır. Qeyd etməm gerəkən ən vacib məsələlərdən biri isə qeyd etdiyim kimi biz uşaqlarda incə işləyirik, böyüdücülərlə əməliyyatlar edirik və bu əməliyyatları icra etmək üçün olmazsa olmaz deyilən bir şey var. Onlar da tibbi avadanlıqlardır. Təbii ki, bu işdə də bizə ən böyük dəstəyi hospital yönətimi verməkdədir. Bütün belə deyək də bu şeylər analiz olunduqdan sonra qərar verilir və bu alət ədavatlar ən yüksək şəkildə, ən yaxşı firmaların alətləri ilə hospitalımız təmin olunur. Yəni mən bugünkü gün uşaqlarda icra etdiyim əməliyyatları da istifadə etdiyim alətlər bugün Almaniyada hansı alətlə edirlərsə biz də o alətlə edirik. Uşaqlara ən az zərər verən alətlərlə əməliyyat edirik. Bu da bizim belə deyək işimizin keyfiyyətini daha da artırır. Şöbədə anadan gəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, həmçinin həzm sistemi anomaliyalarının müalicəsi həyata keçirilir. Qida borusu atreziyası, traxeya ezofageal fistula, 12 barmaq bağırsaq və digər bağırsaq atreziyaları, diafraqma yırtığı, gastroşizis, onfalosel anus atreziyası, mekonial keçməməzlik, nekrotizə edici enterokolit, malrotasiya, bağırsaq burulması, pilor darlığı, qasıq yırtığı, hidrosel, eləcə də qaraciyər və dalağın kistik xəstəlikləri bu istiqamətdə müalicə olunan patologiyalar sırasındadır. Uşaq cərrahiyyəsi yalnız əməliyyatlardan ibarət deyil. Bu sahə yeni doğulmuş dövrdən başlayaraq 18 yaşınadək uşaqların cərrahi xəstəlikləri, diaqnostikası, müalicəsi və bundan sonraki izləmlərini əhatə edir. Buna görə bizim üçün hər bir uşağın sağlamlığı, təhlükəsizliyi və rahatlığı hər şeydən önəmlidir. Şöbəmiz müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur və burada peşəkar həkimlər, təcrübəli tibb bacılar
personalları və digər əməkdaşlardan ibarət böyük bir komanda fəaliyyət göstərir. Hər bir pasientə fərdi yanaşırıq. Müalicə planı uşağın yaşına görə, klinik vəziyyətinə görə və ehtiyaclarına uyğun şəkildə hazırlanır. Şöbəmizdə bir çox əməliyyatlar, anadan gəlmə, qazanılmış əməliyyatlar həyata keçirilir. Bundan başqa invaziv əməliyyatlarla, paraskopik üsulla keçirilən əməliyyatlar, kiçik kəsiklərlə əməliyyatlar olunur və daha az ağrı, daha sürətli sağalma ilə olunur əməliyyatlarımız. Biz yalnız xəstəliyi müalicə etməyi deyil, həm də valideynləri məlumatlandırmağı, hər bir mərhələdə onlara məlumat verməyi və müalicə proseslərində özlərini güvəndə hiss etmələrini vacib hesab edirik. Şöbədə CD cinsiyyət sistemi xəstəliklərinin də müasir üsullarla müalicəsi aparılır. Hidroureteronefroz, CD axarı darlıqları, vezikoureteral reflüks, hidronefroz, hidroureteronefroz, CD axarı darlıqları, vezikoureteral reflüks, hipospadiya, epispadiya, CD kisəsi anomaliyaları və kriptorxizm kimi patologiyalar üzrə cərrahi müdaxilələr həyata keçirilir. Ümumiyyətlə, uşaq cərrahiyyəsi böyük məsuliyyət tələb edən bir ixtisasdır. Biz uşaqları yalnız müalicə etmirik, eyni zamanda onların sağlam gələcəyini qorumağa çalışırıq. Düzgün qoyulmuş diaqnoz, düzgün verilmiş qərar və düzgün müalicə metodu və yaxud da düzgün əməliyyat həm uşaqların, həm də ailələrin gələcək həyatına böyük təsir edir. İnanırıq ki, biz öz bilik və bacarıqlarımızı, təcrübələrimizi paylaşaraq uşaqlarımıza sağlam gələcək bəxş edə biləcəyik. Şöbə təcili cərrahi yardım istiqamətində də fəaliyyət göstərir. İnvaginasiya, apendisit, yad cisim udulması və aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları, eləcə də müxtəlif travmalar zamanı uşaqlara operativ tibbi yardım göstərilir. Cərrahi müdaxilələrlə yanaşı diaqnostika, müalicə və əməliyyatdan sonrakı müşahidə prosesi də kompleks şəkildə həyata keçirilir. Bu mərhələlərdə həkim rezidentlər də komandanın üzvü kimi fəal iştirak edərək pasiyentlərin hərtərəfli tibbi xidmət almasına töhfə verir. Rezidentura fəaliyyəti dövründə həm xəstələrin müayinəsində, həm cərrahi əməliyyat zamanı aktiv iştirak edərək praktiki təcrübə qazanır. Hər gün yeni bilik və bacarıqlara yiyələnirik. Mərkəzi Gömrük Hospitalında bizə yaradılan şərait, göstərilən dəyərə görə rəhbərliyə və ümumi kollektivə təşəkkür edirəm. Xüsusilə kuratorumuz Vüsal Cəfərova bizə göstərdiyi dəstəyə, bizimlə hər zaman öz bilik və təcrübəsini bölüşdüyü üçün minnətdaram. İnanıram ki, burada qazandığım təcrübə gələcək peşəkar fəaliyyətimə mühüm rol oynayacaq. Biz bu hospitalda yaradılan şərait hesabına əməliyyatlarda iştirak edir, biliklərimizi artırır. Həmçinin də uzman uşaq cərrahı Vüsal Cəfərov və Toğrul Piriyevin kuratorluğu altında əməliyyatları öyrənirik. Ulu öndərimizin də dediyi kimi, sağlam cəmiyyət, gələcək nəsil uşaqlardan asılıdır və biz də gələcəyimizin təməllərinin sağlam atılması üçün əlimizdən gələni edirik. Cərrahi rezident olaraq təkcə əməliyyatxanada deyil, eyni zamanda şöbədə, poliklinikada da hər gün biliklərimizi inkişaf etdiririk. Bu yolda isə bizə dəstək olan həkimlərimiz, yəni cərrahlarımız Vüsal Cəfərov, Toğrul Piriyev və Alşan Pəşzadəyə də xüsusi təşəkkürlərimizi bildiririk. Eyni zamanda mən birinci kurs rezident olaraq məndən daha yuxarı kurs rezidentlər sayəsində də daha yeni şeylər öyrənirəm. Bundan başqa şöbədə xroniki qəbizlik, anal çatlar və sidik yolu infeksiyaları kimi konservativ müalicə tələb edən patologiyalarında diaqnostika və müalicəsi aparılır. Müalicə prosesində gastroskopiya, bronxoskopiya, özofagoskopiya, kolonoskopiya və sistoskopiya kimi müasir endoskopik müayinələrdən istifadə olunur ki, bu da bir çox xəstəliyin erkən aşkarlanmasına və dəqiq diaqnozun qoyulmasına imkan verir. Müasir diaqnostik imkanlar multidisiplinar yanaşma və minimal invaziv üsulların tətbiqi sayəsində uşaqların daha qısa müddətdə sağlamlıqlarına qovuşması və normal həyat tərzinə qayıtması təmin edilir. Müasir avadanlıqları və peşəkar komandası ilə Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsi şöbəsi ölkədə bu sahədə ixtisaslaşmış aparıcı mərkəzlərdən biri kimi fəaliyyətini davam etdirir. İkinci tip diabet heç vaxt birinciyə keçə bilməz, keçməməlidir də. Bu barədə yerli həkim danışıb. Baxaq görək, doktor iradlarını nəyə əsaslanaraq bildirir? İkinci tip diabetin birinci tipə çevrilməsi mümkün deyil.
Cəmiyyətdə geniş yayılan yanlış fikirlərdən biri də ikinci tip diabetin zamanla birinci tip diabetə çevrilməsidir. Yerli mütəxəssis endokrinoloq Salek Babek bildirib ki, bu fikir tibbi baxımdan doğru deyil. Onun sözlərinə görə hər iki xəstəlik şəkərli diabet qrupuna aid olsa da, yaranma mexanizmi tamamilə fərqlidir. 50 yaşında insan gəlibdi, kəskin arıqlayıbdı, çəkisi elə də çox olmayıbdı əvvəldən. Normal çəkidə ol, birdən-bir arıqlamaya başlayıbdı, dumanlanıbdı, fikri dumanlanıb, danışığı pisləşibdi, ağzından bunun aseton iyi gəlir, çürük alma iyi gəlir. Tez onu mən yoxlatdırıram və yoxlatdıranda görürəm ki, bəli, bu hansı diabetdir? LADA diabet. LADA diabet, Latent Autoimmune Diabetes of the Adults. Yəni, böyüklərdə latent autoimmun diabet, bu artıq birinci tip diabetdir yaşlılarda. Onlarda da biz tabletka ilə özümüzü aldada bilmərik. Orada da yalnız və yalnız insulinlə müalicə getməlidir. Mən həmişə bu sözü işlədirəm, bene diagnostikor, bene kurator. Yəni, yaxşı diaqnoz qoyursansa, yaxşı da müalicə edirsən. Ona görə onu fərqləndirək. Bəzi zaman həkimlər aldanır nəyə? Tablet verirlər haman adama və tablet deməli müəyyən qədər şəkəri salır. İndi elə tabletlər vardır ki, o sodium glukoza transporter 2 inhibitorlarıdır, başqa dərmanlar. Bunlar sidikdə şəkəri çoxaldılır və şəkər itirdikcə şəkər nisbətən düşür. Haman o birinci tip diabetdə bir ay müddətində tabletka verəndə, şəkər bir qədər düşəndə, eləyəndə, bunlar fikirləşirlər ikinci tip diabetdir. Lakin o nədir? O şəkərli diabetin bal ayı deyirlər. Rusca desəm, medovый месяц diabeta. Əksər bu cavanlarda bu bal ayı çox həkimləri aldadır. Yaşı da bunun əgər elə bir sərhəd yaş olsa, məsələn 25-30 arasıdır, 30-35 arasıdır. Onda deyir, hə, tabletka vermişəm, şəkər düşübdür, deməli burada ikinci xeyr, o bal ayıdır. Və bir aydan sonra o bütün insülər aparat üzüləndən sonra, çünki axı tabletka heç bir təsir göstərmir, insülin də hələ bir qədər vardı. Mədə-altı vəzdə bir qədər insülin olanda hələ şəkər kompensasiya müəyyən qədər ola bilər. Kompensasiya olmaz, subkompensasiya deyir. Yüksək olur, bir qədər düşür. Bütün hüceyrələr məhv olandan sonra manifest diabetə haman xəstələr komaya düşə bilər. Bu məsələ ilə bağlı yerli mütəxəssis endokrinoloq Vəfa Kərimova da münasibət bildirib. Xeyr, qəti belə bir şey yoxdur. Birinci tiplə ikinci tip şəkərli diabetin arasında fərq odur ki, birinci tip şəkərli diabet olan insanların ilk gündən mədə-altı vəzlərində, beta hüceyrələrində problem var, insulin ifraz olunmur. Bunlar ilk gündən insulin qəbul edirlər. Amma ikinci tip asılı və tələbli var. Birinci tip insulindən asılıdır. Bu deməkdir ki, bu insulinsiz yaşaya bilməz. Amma ikinci tip şəkərli diabet insulin tələblidir. 30 il, 40 ildə keçsə, 4-5 gün bəzən şəkəri 400-lərdə, 500-lərdə də olsa, insulin vurmasa ona heç bir şey olmaz. O komaya düşməz, həyatını itirməz, amma birinci tip ondan fərqlidir. Ona görə də tamamilə yanlışdır. Biz illərdir bəzi həkimlərə bunu başa salmağa çalışmışıq ki, bu ikinci tipdir. Sən buna nəsə bir əlilliyinə görə, nəsə bir kömək eləmək istəyirsən ki, bunu birinci tipə köçürdəsən, belə bir şey yoxdur. İkinci tip tamam fərqlidir, bu insulin tələblidir, birinci tip insulindən asılıdır. Mütəxəssisin sözlərinə görə uzun müddət davam edən ikinci tip diabet zamanı insulin istehsalı əhəmiyyətli dərəcədə azalır. Lakin bu, xəstəliyin birinci tip diabetə çevrilməsi demək deyil. Bəzən isə bu kimi hallarda ilkin diaqnoz səhv qoyulur. Beynəlxalq Diabet Federasiyasının 2025-ci il hesabatına əsasən dünyada diabet hallarının 90%-dən çoxunu ikinci tip diabet təşkil edir. Mütəxəssislər düzgün diaqnozun və erkən müalicənin ağırlaşmalarının qarşısının alınmasında əsas rol oynadığını vurğulayıb. Yosunlar vasitəsilə 10 ildir tamamilə görməyən insanın görmə qabiliyyəti bərpa olundu. Bu, tibb tarixində bir ilkdir. İzləyək.
Yosun kör kişinin görməsini bərpa etdi. Fransada 10 ildən artıq müddətdə tam görmə qabiliyyəti itirmiş kişidə yeni müalicə üsulu sayəsində görmə qismən bərpa olunub. Nature Medicine jurnalında dərc olunan araşdırmaya görə müalicədə yosunlardan əldə edilən işığa həssas zülallardan istifadə edilib. Alimlər xəstəyə optogenetik terapiya tətbiq edib. Bu üsul zamanı Torgişanın sinir hüceyrələrinə işığa reaksiya verən xüsusi zülallar yerləşdirilir. Daha sonra xüsusi iynəyin köməyi ilə işıq siqnalları bu hüceyrələrə ötürülərək görmə funksiyasının qismən bərpasına şərait yaradır. Pigmentli retinit diaqnozu qoyulmuş və uzun illər əvvəl tamamilə kör olmuş 60 yaşlı pasiyent ilk dəfə küçədə piyada keçidinin ağ zolaqlarını keçə bildiyini anlayıb. Hazırda o masanın üzərində yerləşdirilən əşyaların konturlarını ayırd edə və onların sayını müəyyənləşdirə bilir. Mütəxəssislərin sözlərinə görə bu nəticə optogenetik terapiyanın insanlarda görmə qabiliyyətinin bərpası istiqamətində ilk uğurlu nümunələrindən biri hesab olunur. Bununla belə alimlər bildirirlər ki, metodun təhlükəsizliyi və effektivliyi ilə bağlı daha geniş klinik tədqiqatlara ehtiyac var. Hindistana səyahətə getdi, başında 38 parazit gətirdi. Bu qeyri-adi tibb hadisəsini birlikdə izləyək. Hindistana etdiyi səfərdən illər sonra Böyük Britaniya sakininin beynində 38 parazit aşkarlanıb. Həkimlərin bildirdiyinə görə bu nadir hal neurosistik skleroz adlanan xəstəliklə əlaqədardır. Xəstəlik donuz soliterinin sülfələrinin mərkəzi sinir sisteminə keçməsi nəticəsində yaranır. Məlumata görə qadın ilk dəfə səhhətində problem olduğunu ayaq yolunda təxminən 1 metr uzunluğunda lent şəkilli qurd gördükdən sonra anlayıb. Sonrakı müayinələr zamanı onun beynində 38 parazit olduğu müəyyən edilib. Bu vəziyyət güclü baş ağrıları, qıcılmalar və psixoloji pozuntulara səbəb olub. Mütəxəssislərin ehtimalına görə qadın 2007-ci ildə Hindistana etdiyi 3 aylıq səfər zamanı mikroskopik parazit yumurtaları ilə çirklənmiş qida qəbul edib. Maraqlıdır ki, o səfər zamanı ət yeməkdən imtina etsə də həkimlər yoluxmanın təsadüfən çirklənmiş qida vasitəsilə baş verdiyini düşünür. Hazırda uzun müddətli müalicə alan pasiyent yaşadıklarını ictimaiyyətlə bölüşərək bu nadir, lakin təhlükəli parazitar xəstəlik barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayır. Dünyanın ən məşhur futbolçularından biri olan Erling Haalandın uğurunun sirri məhz bu vərdişlərdən keçir. Mütəxəssislər bildirirlər ki, peşəkar idmançının tətbiq etdiyi bərpa üsullarının bir qismi elmi cəhətdən faydalı hesab olunsa da, hamısı hər kəs üçün uyğun deyil. Haaland məşqdən sonra mütəmadi olaraq buz vannaları qəbul edir, saunadan istifadə edir, hiposkopik kameralarda, yəni oksigen səviyyəsi azaldılmış mühitdə məşq edir və gün ərzində kifayət qədər yatmağa üstünlük verir. Onun sözlərinə görə yüksək nəticənin sirri təkcə məşqdə deyil, günün qalan 22 saatını necə keçirməkdir. Mütəxəssislər qeyd edir ki, buz vannaları və sauna əzələlərin bərpasına kömək eləyir. Lakin ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər sağlamlıq problemləri olan şəxslər bu üsullardan yalnız həkim məsləhəti ilə istifadə etməlidir. Hiposkopik kameralar isə əsasən peşəkar idmançılar üçün nəzərdə tutulur və nəzarətsiz tətbiqi təhlükəli ola bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.